Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin əmmə ba'd. Deməli qardaşlar, Allah Azze ve Celle'nin biz insanlara, qullarına rəhmətindən, mərhəmətindən, fəzilətindəndir ki, bizləri yaradıb başıboş buraxmayıb. Haqqı, batili özümüz tapmaq üçün bizə həvalə etməyib bunu. Bu da Allah Azze ve Celle'nin rəhmətidir ki, bizə peyğəmbərlər göndərib, rəsullar göndərib ki, onlar bu insanlara öyrətsinlər haqqı, batili. Və sonuncu da bu peyğəmbərlərdən Muhammed sallallahu aleyhi ve sellem'dir və onunla da Allah Azze ve Celle'nin göndərdiyi Quran-ı Kerim'dir. Və bu özü özlüyündə Allah Azze ve Celle'nin bizlərə böyük bir mərhəmətidir, böyük bir rəhmətidir. Biz əslində dərindən düşünsək ki, yəni bu Quranın göndərməsi Allah Azze ve Celle'nin. Orada bütün əmirlər, qadağalar, xəbərlər, cənnət, cəhənnəm, axirət, bütün xəbərləri Allah Azze ve Celle'nin bizə verməsi bizə rəhmətdir. Allah Azze ve Celle bizi çətinliyə salmaq istəmir. Hər şeyi asanlaşdırıb bizim üçün. Və bu Quran-ı Kerimdə də bir çox tərkibində mövzular var. Qissələr var, xəbərlər var, əmirlər var, qadağalar var. Və onlardan da biri Əmsəlul Qurandır. Yəni Quranda Allah Azze ve Celle'nin çəkdiyi məsələlər. Və bu məsələlərin Quranda belə deyək ki, çox əhəmiyyətli yeri var. Həm Quranda, həm də insanlara olan faydasında, onun təsirində. İnşallah bugün həmən o misallar haqqında danışacağıq. İbn Ömer radiyallahu anhuma, Abdullah ibn Ömer radiyallahu anhuma deyir ki, Qale Rasulullah sallallahu aleyhi ve sellem. Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, Əxbiruni bi şəcəratin məsəluhə məsəlul muslim. Tu'ti ukulaha kullə hinin bi izni rabbihə və la təhuddu varaqahə. Bir Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mənə o bir ağac haqqında xəbər verin ki, onun misalı müsəlmanın misalı kimidir. O deyir, öz Rəbbinin izni ilə, icazəsi ilə hər zaman öz meyvələrini verir, barını verir, yarpaqları da heç vaxt tökülmür. Bu ağac haqqında mənə xəbər verir. Hansı ağacdır bu deyir? Ya sual kim verir? Fəvəqa fi nəfsi ənəhən nəxlə. Deyir, Abdullah ibn Ömer deyir ki, mənim ürəyimə gəldi ki, bu xurma ağacıdır. Xurma ağacıdır. Fəkərihtu ən ətəkəlləmə və thəmmə Əbu Bəkrin və Umaru fələmmə ləm yətəkəlləmə. Mən də deyir, burada Ömər və Əbu Bəkir ola, yəni onlar danışmadığı halda danışmağı istəmədim. Yəni onlar danışmadığı halda mən söz deyib, yəni bunun xurma olduğunu demək istəmədim. Ki, Əbu Bəkir var, Ömər var, onlar danışmır. Mən danışmaq istəmədim. Kiçik ol baxır. Ədəbindən, o gözəl əxlaqından, ədəbindən. Qalə Nəbiyyə sallallahu aleyhi ve sellem. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem görür ki, cavab verəmirlər, deyir, hiyən nəxlə. O deyir, xurma ağacıdır. O deyir, xurma ağacıdır. Fələmmə xəractu mə'əbi qult. Mən deyir, sonra deyir, atamla deyir, çıxanda, yəni Ömər ibn Xattab radiyallahu anh, çıxanda dedim ki, yə əbətəh, vaqa'a fi nəfsi ənəhə nəxlə. Deyir ki, ey atacan deyir, mənim ürəyimə gəlmişdi ki, ağlıma gəlmişdi ki, o xurma ağacıdır. Qalə, mə mənəkə ən təquləhə, ləv kuntə qultəhə, kənə əhəbbə iləyyə min kədə və kədə. Deyir, sənə nə mənə oldu ki, bunu demədin? O, ki, Ömər radiyallahu biraz peşmançılıq çəkir. Deyir ki, təəssüflənir ki, niyə demədin deyir. Sənə nə mənə oldu ki, bunu deyir, demədin? Əgər deyir, sən deyir, onu desəydin, mənə filan şeylərdən də sevimli olardı bu. Yəni orada hansısa dəyərli malların adını çəkir. Yəni filan şeylərdən də mənə daha sevimli olardı sən onu desəydin. Çünki öz oğlu daxıb sevinərdi Peyğəmbər sallallahu əleyhi və səlləm yanında. Qalə dedi ki, yəni Abdullah ibn Ömər, mə mənəni illə ənni ləm ərak və lə Əbə Bəkrin təkəlləmtumə fəkərihtu. Mənə deyir, mane olan sadəcə oldu ki, mən gördüm ki, nə sən, nə də Əbu Bəkir danışmır, söz demir. Mən də ona görə deyir, danışmağı istəmədim. Muttafaqun aleyh. Və bu, Buxari və Müslimin rəvayət etdiyi hədislərdəndir, qardaşlar. Deyir, bax, bu hədis, iki ayə var. Əzəmətli bu ayələrdən çıxan bir, elə bir ki, fayda kimidir.
Əslində bu belə deyək ki, bu ayənin təfsiri kimidir. Ayədə Allah Azza və Cəllə buyurur ki, İbrahim surəsi 24-cü 25-ci ayələrdir. Buyurur ki, Allah Azza və Cəllə: "Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcəratin tayyibətin asluha səbitun və fər'uha fis-səma." Məgər deyirsən, görmürsən ki, Allah Azza və Cəllə gözəl kəliməni necə məsəl çəkir? Gözəl kəlməyə necə məsəl çəkir? O gözəl kəlmədə nəzərdə tutulan la ilahə illallah. Allah Azza və Cəllə deyir, yəni məgər sən görmürsən ki, Allah Azza və Cəllə o la ilahə illallaha necə misal çəkir? Kəşəcəratin tayyibətin asluha səbitun və fər'uha fis-səma. Gözəl bir ağac kimi, gözəl bir ağaca misal çəkir ki, onun deyir kökü möhkəmdir, yerdədir, budaqları isə göyə uzanır. Burada da şəcəratun tayyibə, gözəl ağac xurmadır. Bu da xurma nəzərdə tutulur burada ayədə. Tu'ti ukulaha kullə hinin bi izni rabbiha. O deyir, Rəbbinin izni ilə hər zaman öz meyvələrini verir. Hədisdə də bu cür keçir. Və yadribullahul əmsələ linnəsi ləalləhum yətədəkkərun. Və Allah Azza və Cəllə insanlara bax bu cür məsələlər çəkir ki, onlar xatırlasınlar, bir ibrət alsınlar. İbrahim surəsi 24-cü 25-ci ayələr. Və deyir, Şeyx Abdurrazaq Əl-Bədr Hafizəhullah buyurur ki, bu deyir, fayda baxımından çox əzəmətli, çox gözəl bir faydadır. Bu məsələlər. Tamına deyir, üst-üstə düşür də uyğun gəlir. Deyir, Allah Azza və Cəllə başlayır ki, ələm tərə keyfə daraballahu məsələ. Sən deyir, görmürsən Allah necə məsəl çəkir. Görsən, deyir, başlayır bundan ki, görmürsən Allah necə məsəl çəkir. Yəni, Allah Azza və Cəllənin bu çəkdiyi məsəl ibrətli bir məsəldir. İman kəmisi, yəni, la ilahə illallah kəlməsinə misal çəkir də ağacı, xurma ağacını, gözəl bar verir, həmişə yaşıl olur. Və sonra da bununla xitam verir ki, ayəyə və yadribullahul əmsələ linnəsi ləalləhum yətədəkkərun. Allah deyir, insanlara bax, bu cür misallar çəkir ki, onlar xatırlasınlar, onlar ibrət alsınlar. Yəni, bu məsələ çəkməkdəki hikmət nədir və ya məqsəd nədir Allah Azza və Cəllə? Onların xatırlaması, onların ibrət alması. Allah Azza və Cəllə əbəs heç bir iş görməz. Allah Azza və Cəllənin danışdığı sözlər, verdiyi əmrlər, qadalar hamısı hikmətlidir. Hamısı hikmətdən, kamil hikmətdən. Və bu misallar da elə belədir. Bunların insanlar üçün əzəmətli faydaları var. Ona görə Allah Azza və Cəllə Quran-ı Kərimdə bax bu cür misallər çəkir. İndi məsəl üçün orada da Peyğəmbər sallallahu əleyhi və səlləm müsəlmanı, mömini xurma ağacına bənzədir. Bərəkətli olması, faydalı olması baxımından. Həmişə yaşıl və mömin də həmişə faydalıdır. Mömin həmişə bar verir, faydalandırır insanları. Xurma ağacı da həmişə barını verir, hər zaman. Və yüngülvari ona qulluq edirlər, suyunu verirlər və s. O daim öz barını verir, bol-bollucasına, Allahın izni ilə. Və mömin də elədir. Orada Peyğəmbər sallallahu əleyhi və səlləm mömini xurma ağacına bənzədir. Allah Azza və Cəllə ayədə la ilahə illallahı xurma ağacına bənzədir. Subhanallah elədir. Fikir verdin? Peyğəmbər sallallahu əleyhi və səlləm mömini xurma ağacına bənzədir. Bolluğuna, bərəkətliyinə, faydalılığına görə. Və Allah Azza və Cəllə də la ilahə illallah kəliməsini xurma ağacına bənzədir. İkisi də məsələlərdir. Və la ilahə illallah da belədir, möhkəmdir. Möhkəmdir. Rəbbimizdən gəlir. Haqdır. Və faydası isə ona əməl edənlər üçün hər zaman var. Quran-ı Kərimdə Allah Azza və Cəllə ümumi olaraq belə 40-dan çox məsəl çəkir. 40-dan çox. 40-dan çox bir məsəl çəkir. İndi onların biz bəzilərini götürəcəyik. Və Ənkəbut surəsinin 43-cü ayəsində Allah Azza və Cəllə buyurur ki: "Və tilkəl əmsalu nadribuha lin-nas və ma ya'qiluha illa'l alimun." Ayənin əzəmətinə baxın. Bu deyir məsələlər. Bu o məsələlərdir ki, yəni biz insanlar üçün bunları çəkirik. İnsanlar üçün çəkdiyimiz məsələlərdir. Və bunu ancaq həqiqi dərk edən kimsələr, alim, bilən kimsələr bunları ağıl eləyər. Aql eləyər, başa düşər, fəhm eləyər. Bəzi sələflər deyir, bu ayəni oxuyandan sonra fikir deyir ki, bu deyir o məsələlərdir ki, Allah Azza və Cəllə insanlar üçün çəkib. Bunu ancaq həqiqəti dərk edən kimsələr ağıl eləyərlər, anlayarlar. Bəzi sələflər deyir, hansısa bir Quranda keçən hansısa bir məsəli oxuyub, anlamayanda
şiddətli bir şəkildə ağlayırdılar. Fikir ver. Onların məsələlərə yanaşmasına bax. Oxuyurdular ayəni, məsəli də, hansı bir məsəli. Anlamayanda şiddətli bir şəkildə ağlayırdılar. Deyirlər ki, lestu minəl alimin. Mən həqiqəti dərk edənlərdən deyilmişəm ki, bunu anlamıram. Təəssüf hissi keçirdi özünə görə ki, bu insanlar üçün ibrət, haqq olan bir şeydir, məsələdir, Allah azə və cəllə çəkib. Amma mən bunu anlamıram. Və buna görə təəssüf hissi ilə ağlayırdılar. Özlərini qınayaraq. Ki, yəni bu Allahın vəsf etdiyi bu sifət məndə yoxdur ki, mən bunu başa düşmürəm. Burada deyilir, əl-alimun deyir. Yəni, bilənlər, həqiqəti olduğu kimi dərk edən kimsələr nəzərdə tutulur. Qatadə rahimullah deyirdi ki, İ'qilu anillahil əmsəl. İ'qilu anillahil əmsəl. Allahdan deyir olan məsələləri ağıl eləyin, dərk eləyin, anlayın. Anlayın. Yəni, o məsələlər elə belə çəkilməyin. Elə belə deyil o misallar. Yəni, sən onun üstündə oturub düşünsən, təfəkkür eləsən, yəni, sən çox faydalar başa düşərsən. İndi bu misalları ki, biz oxuyuruq, nəsə biz bir şey başa düşürük də. İndi əlbəttə ki, bizim sələfdən olan alimlərimiz, sələflərimiz bizdən daha ağıllıydı, daha çox başa düşür. Amma onluğu ilə özlərini qınırlar ki, burada Allah azə və cəllə daha böyük məsələləri izah edir bizə. Daha çox burada ibrətlər var, amma o tam başa düşmür, peşman olur. Yəni, biz necə? Biz də yəqin ki, haqqı ilə başa düşmürük o misalları. Ona görə nə etməliyik? O misalların üzərində düşünməliyik, təfsirlərinə baxmalıyıq. İzahlarına baxmalıyıq ki, Allah azə və cəllə burada bu misallarda nələri nəzərdə tutur, nə demək istəyir, niyə bunu misal çəkir? Baxanda görürsən ki, deyir Allah azə və cəllənin Quran-ı Kərimdə çəkdiyi məsələlər çoxdur. Necə ki, az öncə dedim, 40-dan çox məsələ çəkib Allah azə və cəllə. Hamısı demək olar tövhid, iman, şirkin batil olması və bu kimi önəmli məsələlər haqqında çəkib Allah azə və cəllə misalları. Quranda qəlblərin həyatı var. Quran Allah azə və cəllənin insanlara verdiyi ən böyük nemətlərdən biridir. Vallahi, Quran-ı Kərim biz Peyğəmbər sallallahu əleyhi və səlləm sağlığında yaşamadıq. Muhammed sallallahu əleyhi və səlləmin o varlığı, rəsaləti gətirməsi, Rəsul olaraq Allah azə və cəllənin göndərməsi də ən böyük nemətlərdən biridir. Amma Quran-ı Kərim ondan da əzəmətlidir. Yəni Quran-ı Kərim çünki Allahın kəlamıdır. Və Allah azə və cəllə onu qiyamətə qədər qoruyacağına söz verib və o bizim aramızdadır. Hələ ki. Və vaxt gələcək, o da qaldırılacaq. Hələ ki bizim aramızdadır və bu elə bir ki, aləmlərin Rəbbi olan Allahdan bizə olan ən böyük ərmağandır deyək, nemətdir deyək. Təsəvvür elə ki, sənin əlində kitab var, açırsan onu, oxuyursan və mömindən gedir də söhbət. İman eləyir ki, bu Allahın kitabıdır və Allahın sözü var orada. Başqa onun kimi dəyərli bir şey tapa bilərsən, o cür dəyərli bir şey tapa bilərsən ki, müqayisə eləyəsən. Yoxdur. Qurandan dəyərli bizim əlimizdə hal-hazırda heç nə yoxdur. Heç nə. Çünki birbaşa Allah azə və cəllənin kəlamıdır. Məxluq deyil. Digərləri hamısı məxluqlardır. Allahu Ekber. Hamısı, içi özümüz qarışıq, hamımız məxluqlarıq. Amma Quran Allahın kəlamıdır, məxluq deyil. Bu əhl-i-sünnə və cəmanın etiqadıdır. Kağızdır, mürəkkəbdir, bəli, bunlar məxluqlardır. Amma orada keçən kəlam Allahın kəlamıdır və məxluq deyil. Gör nə deməkdir? Subhanallah, Allahın sözüdür. Bax, gör o əzəmətli neməti verib Allah azə və cəllə bizə. İstəsəydi verməzdi. Amma öz kəlamını bizim aramıza endirib ki, biz ondan ibrət alaq. Bizim üçün bir hidayət olsun, nur olsun və insanları qəflətdən oyatsın. Ona görədir Allah azə və cəllə ayənin sonunda deyir ki, وَيَضْرِبُ اللّٰهُ الْأَمْثَلَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ Allah azə və cəllə bu misalları çəkir ki, insanlar xatırlasınlar. İbrahim surəsi 25-ci ayə. Və bunun misalı digər başqa bir ayədə var. O da Zumər surəsi 27-ci ayədir. Allah azə və cəllə buyurur ki, وَلَقَدْ دَرَبْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ Biz Quranda insanlar üçün hər cür misallar çəkdik ki, qoy onlar faydalansınlar, xatırlasınlar. Hər cür. Hər cür, hər bir insanın ağlına yatacaq misallar. Yəni ki, zənginin də, kasıbın da, fəhlənin də, nə bilim, alimin də, hamı həkimin də, hamının ibrətlər çıxaracağı fərqli misallar. Fərqli məsələ. Bundan ibrət götürmədin, bundan götür. Bundan götürmədin, bundan götür. Bundan götürmədin, bundan götür. Fərqli, hər cür misallar, hər tərəfli.
əhatəli. Çünki deyir, bu misallar nə edir? Mənaları zehinlərə yaxınlaşdırır. Bax, o misallardan biri də, bax, Rum surəsi 28-ci ayədir. Deyir ki, Allah Azza və Cəllə, daraba ləkum məsələn min ənfusikum. Allah deyir, sizin özünüzdən sizə misallar çəkir. Özvə bax, özvün yaradılışına bax, özündə olan o orqanlara bax. Allah Azza və Cəllə sənin işləri necə asanlaşdırmasına bax, oynaqların necə uyğunluğuna bax və s. Yəni, özündəki o ibrətlər sənə kifayət eləmir. Yəni, əslində, bir insan ibrət alması üçün bu kifayətdir. Daraba ləkum məsələn min ənfusikum. Siz başqa şeyləri axtarırsınız. Biri Allahı görmək istəyir, biri cənnəti görmək istəyir. Deyir, elə Allah sizin özünüzdən sizə misal çəkir. Özünüzdən misallar çəkir. Amma Allah Azza və Cəllənin rəhmətindən ki, yenə də başqa misallar çəkir. Yenə də başqa misallar çəkir, başqa xəbərlər verir ki, insan tam yəqin olsun. Ki, həqiqətən bu Allahdandır. Bu Quran Allahdandır. Və burada əsas məsələ nədir, qardaşlar? Bu məsələləri, burada Quranda keçən məsələləri, bu qissələri daha da dəyərli bilmək üçün, daha da onun dəyərini anlamaq üçün, daha da onu belə gözündə əzəmətləşdirmək üçün, ki, o onsuz da əzəmətlidir, sadəcə sən onu əzəmətləşdirməlisən. Sən onun Allahın kəlamı olmasını yəqinliklə iman eləməlisən. Ki, bu həqiqətən Allahın sözüdür. Həqiqətən bu Quran Allahın sözüdür və imanın şərtlərindən biridir. Quranda olan bütün hərflərin hamısına əgər mən iman eləməsəm, mən iman etmiş sayılmaram. Yəni, Qurana iman, kitablarına iman deyir də, imanın şərtlərindən. Düzdür, onların üçün Quran da oraya daxildir, əlin başda gəlir. Qurana iman ki, Allahın kitabıdır. Və orada sən bir hissəsinə iman edib, bir hissəsini tərk eləməsən, elə başdan axıra kimi iman eləməsən, bütün hərflərinə. Və oraya da daxildir bu məsələlər. Bax, bu cür iman edəndən sonra, əlhəmdülillah, hamımız iman etmişik. Sadəcə bu imanı təzələyəndən sonra, bunu bu cür oxumaq lazımdır ki, bu Allah deyir. Hansı bir məxluq demir. Darabə ləkum məsələn min ənfusikum. Oldu ki, şəhkə düşərsən, şübhəyə düşərsən, imanın zəifləyər. Bu qədər şək şübhə yayanlar var ki, ateistlər, deistlər və s. düzdür. Qardaş, bu ayəni düşün. Bir dənə ayəni düşün. Bir dənə bu ayəni düşün. Özünü otur düşün. Nədən gəlmisən? Allah nədən yaradıb səni? Hansı mərhələlərdən keçmisən? Hara gedirsən? Bir dənə bu şeyləri düşün. İman eləyən kəslərə kifayətdir. Quran-ı Kərim, qardaşlar, az öncə də dediyimiz kimi Allahın kəlməsi olduğu üçün çox əzəmətlidir. Yükü çox ağırdır. Onun mənaları çox dərindir. Ona görə Allah Azza və Cəllə Həşr surəsi 21-ci ayədə buyurur ki: "Ləv ənzəlnə hədəl Qur'an alə cəbəlin lərəəytəhu xaşi'an mutasaddian min xəşyətillah və tilkəl əmsalu nadribuha lin-nas la'allahum yetefəkkərun." Əgər deyir, biz bu Qur'anı bir dağa indirsəydik, sən onu Allaha olan xuşusundan, Allaha olan qorxusundan parça-parça olduğunu görərdin. Və biz deyir, bu misalları ona görə çəkirik ki, bəlkə siz təfəkkür eləyəsiniz. Bəlkə siz düşünəsiniz. Düşünəsiniz deyə, təfəkkür edəsiniz deyə mən sizə bu misalları çəkirəm. Bax, fikir ver, bu ayənin sonundakı əvvəlini izah edir. Yəni, bu misaldakı, bu məsəldəki məqsəd sənin təfəkkür etməyindir. Ki, otur təfəkkür et ki, bax, dağı təsəvvür elə. Orada da müəyyən bir dağdan getmir söhbət. Hər hansı bir dağ, ən böyük dağı təsəvvür elə. Himalay dağlarını təsəvvür elə. Ən böyükünü. Əgər Allah Azza və Cəllə o Quranı o dağlara nazil etsəydi, o qorxusundan paramparça olub yerlə bir olardı, toz olardı. Gör, bax, o dağlardakı əzəmətliyə bax, dağlardakı möhkəmliyə bax, böyüklüyə bax. Amma qafil insan, biz isə bunu qəbul elədik və heç bir də təsirimiz yox, heç bir də təsirlənmirik. Heç bir də elə bir ki, adidir, təsirlənmirik. Niyə? Çünki insan qəflətdədir. Amma məsəl üçün, o dağ, Allah onu dağa endirsəydi, deyir, o dağ Allaha olan qorxusundan. Görürsən, dağda qorxu var. Biz onu cansız bir şey kimi başa düşürük. Görəndə, deyəcək, daşdır da, daşdır. Amma o daş da anlayır.
Çünki Allah yaradıb onu, o yaradıcısını tanıyır. Yaradıcısından ona əmr gələndə dərhal itaət eləyir. Vaxt gələcək ki, Allah Azza və Cəllə o dağlara, o daşlara əmr eləyəcək, onlar havada sovrulmuş toz torpağa çevriləcəklər. Allahın əmri ilə. Dənizlər, okeanlar, qalaktikalar hamısı məhv olacaq. Niyə? Çünki onlar öz Rəblərinə mutidirlər, boyun əyiblər, tabedirlər. Allahın əmrindən zərrə qədər kənara çıxmırlar. Məhv olmağı Allah Azza və Cəllə onlara əmr etdikdə onlar hamısı məhv olacaq. İlğıma çevriləcək. Subhanallahul-azim. Ona görə də o əzəmətli Quranı, ondakı o mənaları, ondakı o dərin o hikməti, Quranın o məsuliyyətini dağ öz üzərinə götürə bilmir. Çünki Quran məsuliyyəti var. Dağ onu qəbul edə bilmir. Əgər deyir, onu endirsək, paramparça olardı. Fikirləş də. Sən görsən deyil, لَعَلَّكُمْ يَتَفَكَّرُونَ. Yəni, bunu elədik ki, misal çəkdik, siz təfəkkür edəsiniz. Təfəkkür et də, təfəkkür et bu misalı. Gör, bu nə deməkdir? Sən isə Quranı götürürsən, oxuyursan, örtürsən, oxuyursan, örtürsən, oxuyursan, heç təsirlənmirsən. Sonra çıxırsan küçəyə, sonra çıxırsan, insanlar arasına başsan, o Quranda o oxuduğun şeylərin əksini eləməyə. Deməli, sən olsa üstündən keçirsən. İndi gələcək onlar haqqında da. Niyə biz təsirlənmirik o Qurandan? Şeyx Sadi Rahimullah bu ayənin təfsirində deyir ki, Allah Azza və Cəllə biz bu Quranı dağa indirsək, dağ parçalanar. Niyə parçalanardı? Deyir ki, Quranın qəlblərə olan təsirinin kamilliyindən. Fikir ver. Qəlblərə olan təsirinin kamilliyindən. Gör, Quranda necə bir təsir var. Necə bir məna var. Şeyx Sadi Rahimullah deyir. Mütləq olaraq ən əzəmətli muizə Quranın muizəsidir. Əgər sən bir insana nəsihət eləmək istəsən, ona muizə eləmək istəsən, Qurandan elə. Ondan əzəmətlisi yoxdur. Sən mümkün deyil ki, Quranı kənara qoyub, hədisləri kənara qoyub, sünnəni kənara qoyub, özündən nəsə bir şey fikirləşib ki, məsələn, misal çəkəsən, ondan daha çox təsirlənsin. Mümkün deyil. Səndən də təsirlənə bilər, sənin sözündən də təsirlənə bilər. Amma bil ki, Qurandan daha çox təsirlənəcək. Çünki bu Quranın təsiri, bax görsən, likəməli təsirihi fil qulub. Qəlblərə təsirinin kamilliyindəndir. Elə belə deyil, kamil bir şəkildə təsir edir qəlblərə. Ona görə görürsən ki, bəzən hətta kafir biri, xristiyan və ya başqa buddist və s. mücərrədən Quranın eşidir, heç başa düşmür. Bu da baxsan, başlayıb hönkür-hönkür ağlayır. Təsəvvürlə. Deyir, nə olub sən, niyə ağlayırsan? Deyir, o səs deyir, mənə təsir elədi. Fikir ver, Quran. Hətta heç mənasını başa düşmür. Gör sən onun mənalarını dərk eləsən, təfəkkür eləsən, ağıl eləsən, necə sənə təsir eləməlidir? Necə təsir eləməlidir? Şeyx Sadi Rahimullah elə belə demir bunu. Qəlblərə təsirinin kamilliyindəndir dağı parçalaması. Ona görə sən kiməsə nəsihət eləmək istəsən, bir dənə Quran ayəsi oxu. Görürsən kimsə şirk eləyir, şirkindən çəkindirməkdən ötürü Qurandan ayə gətir. Bir dənə ayə gətir. Kifayətdir vallahi. Bir saat danışmaqdansa bir dənə ayə gətir. Bir dənə Qurandan bir misal çək. Məsəl çək. Firavunu məsəl çək. Nəmrudu məsəl çək. Qarunu məsəl çək. Yusuf aleyhissalam misal çək. Yunus aleyhissalam misal çək. Muhammed sallallahu aleyhi ve sellem misal çək. Musa aleyhissalam misal çək. İsa aleyhissalam misal çək. Gör onda nə olan təsirə sonra sən bax. Gör Allah Azza və Cəllə sənin o sözlə necə bərəkət verir. İnsanların yaradılışına misal çək, heyvanların yaradılışına, yağışın yağdırılmasına və s. Quranda bunların hamısında məsələlər var, muizələr var. Eyni zamanda sən baxırsan ki, Quran muizələri nəfsə yüngül gəlir, ağır gəlmir. Və həmçinin Quranın əmrləri bədənə də yüngül gəlir. Səni yükləmir. Allah Azza və Cəllə səni bacarmadığın bir şeylə yükləmir. La yukellifullahu nəfsən illə vus'aha. Allah heç bir nəfsi gücü çatmayan bir şeylə yükləməz. Və yaxud da heç bir ziddiyyat, heç bir ixtilaf görə bilməzsən. Quranda heç bir sən ziddiyyat görənməzsən. Ola bilər ki, sənə nəsə qaranlıq qala bilər. Amma bil ki, onun cavabı var. Orada heç bir ziddiyyat yoxdur. Quranda qətiyyən ziddiyyat yoxdur və ya məcburiyyət yoxdur. Və eyni zamanda, bunu diqqətlə qulaq asaq, qardaşlar, bu hissəsinə. Quran hər bir zamana, hər bir məkana uyğundur.
hər bir zamanda, hər bir məkanda keçərlidir. Hər bir kəsə də uyğundur. Hər bir kəsə. Heç kim deyə bilməz ki, mənim işim belə, mənim vəzifəm belə, mənim səhhətim belə, mənim millətim belə, mənim yaşadığım yer belə deyə bilməz. Bütün və yaxud da mənim yaşadığım zaman belə, qiyamətə qədər nə qədər zaman keçirsə keçsin, nə qədər fərqli millətlər ortaya çıxırsa çıxsın, nə qədər fərqli texnologiya və s. qiyamətə qədər nə qədər dəyişir dəyişsin, zaman nə qədər dəyişir dəyişsin, Quran hər zaman keçərlidir, hər bir kəsə keçərlidir. Çünki niyə? Bax, insanlar tərəfindən ortaya atılmış olsaydı, bəli, müəyyən bir vaxtdan sonra zaman dəyişdi, dövr keçdi, qüvvədən düşəcəkdi. Təzəsinə ehtiyac olacaqdı. Amma Quran-ı Kərim Allah tərəfindən olduğuna görə və sonuncu kitab olduğuna görə Allah Azze və Cəllə onu qiyamətə qədər uyğun bir şəkildə göndərib bizlərə. Onun hökmləri də hər zaman keçərlidir, qiyamətə qədər keçərli olacaq, heç vaxt nəsx olmayacaq, heç bir başqa kitab gəlib onu nəsx etməyəcək, başqa hökm gəlib onu qüvvədən salmayacaq. Və ya uyğunsuzluq deyə bir şey ola bilməz. Çünki o zamanın da sahibi Allahdır, məkanın da sahibi Allahdır, bütün məxluqatın da sahibi, yaradıcısı Allahdır. Quran da Allahın kəlamıdır, Allahın əmridir, qadağasıdır. Bir-birinə uyğunsuzluq ola bilməz. Əgər bir insan uyğunsuzdur deyirsə və ya uyğun gəlmir deyirsə, özündə axtarsın xətanı. Deməli, sən yerini düzgün seçməmisən, sən işini düzgün seçməmisən, sən vaxtını düzgün tənzimləmirsən və s. Problemi özündə gör. Quranda yox və ya İslam dinində yox, namazda yox, orucda yox. Sən özünü düzgün tənzimləməlisən, vaxtını, yerini. Çünki bu sənə Allah Azze və Cəllə tərəfindən göndərilib. Və orada heç bir şək şübhə ola bilməz, nöqsan ola bilməz, uyğunsuzluq ola bilməz. Şək şübhə yoxdur ki, əgər deyir insan Quran-ı Kərimi düzgün tədəbbür etsə, düzgün başa düşsə, onun mənalarını, dəlalət etdiyi mənaları düzgün anlasa, buradan deyir insan böyük pay çıxardar. Amma necə? Mücərrədən qiraətlə yox, qardaşlar. Düşünmədən, təfəkkür etmədən, mücərrədən oxuyub keçməklə yox. İnsan deyir, mütləq ayələrin üzərində durub düşünməlidir. Hətta ola bilər ki, bir ayəni yaxşı anlamazsan, bütün günü onu düşünməyə sən sərf etsən də eybi yoxdur. Bütün gecəni, gecə səhərə kimi bir ayəni düşün, problem yoxdur. Bütün günü bir ayə haqqında düşün, problem yox. Əsas oldu, sən təfəkkür et. Ayədən nəzərə tutulanı başa düş. Vallahi, bir dənə İstənilən bir ayəni götür, ibrətli bir orada məsələ olsun, qıssə olsun. Sən onu düşün, onun haqqında təfəkkür elə, həmən məsələləri, həmən hadisələri gözündə canlandır. Bu sənə daha çox təsir edəcək. Nəinki elə düşünmədən oxuyub keçmək. Sadəcə qiraət. Düşünmək, düşünərək oxumaq lazımdır. Çünki Allah Azze və Cəllə elə Quran-ı Kərimi biz tədəbbür edək deyə göndərib. Fikir ver. Deyir ki, Allah Azze və Cəllə Sad surəsi 29-cu ayəsində Kitabun ənzəlnahu ileykə mübərəkun liyyəddəbbəru əyətihi və liyyətədəkkərə ulul əlbəb. Ağıl sahibləri düşünüb ibrət alsınlar deyə, ayələrini düşünüb ibrət alsınlar deyə bu kitabı sənə nazil etmişik. O bir mübarək bir kitabdır. Görürsən mi? Tədəbbür. Kitabun ənzəlnahu ileykə mübərəkun. Biz sənə indirdiğimiz bu kitab mübarəkdir. Sonra gəl. Liyyəddəbbəru əyətihi. Ayələrini tədəbbür etsinlər deyə. Fikir ver. Liyyəddəbbəru. Tədəbbür. Düşünmək. Təfəkkür etmək. Kim? Və liyyətədəkkərə ulul əlbəb. Və ağıl sahibləri bundan faydalansınlar. Yəni o tədəbbür etmək də ağıl sahiblərinin işidir. Ağıl sahibi olmasa insan heç tədəbbür də eləyə bilməz. Ona görə elə insanlar var ki, Quran oxumağı hətta bilir, amma tədəbbür eləmir. Tədəbbür eləməyə çünki onun kifayət qədər ağlı yoxdur. Fəhmi, ağlı. Fəhmi, ağlı. Ağılla fəhm mütənasibdir, düz mütənasib. Fəhm artısı ağıl artı, ağıl artısı fəhm artısı. Ola bilməz də. Zəka ilə ağıl deyil. Zəkası orta bilər, fəhmi aşağı ola bilər. Amma ağıl fəhmlə paralel gedir. Deməli, burada gördük ki, bax, biz Allah Azze və Cəllə burada təşviq eləyir ki, Quran ayələrini tədəbbür etsinlər.
insanlara, yəni bizlərə Allah Azza və Cəllə təşviq edir ki, tədəbbür eləyək. Səhlənkarlıq eləməyək, zayi eləməyək oradakı faydaları. Bu da Nisa surəsi 82-ci ayədir. Əfələ yətədəbbərunəl Qur'an? Məgər onlar Quranı tədəbbür etmirlər? Və ləv kənə min indi qeyrillahi ləvəcədu fihi ixtilafən kəsira. Əgər o Allahdan başqası tərəfindən olsaydı, onda çoxlu ixtilaflar görərdi. Baxın qardaşlar, istənilən bir qanun kitabını, istənilən bir konstitusiyanı, istənilən bir alimin kitabını dünyavi şeylərdə götür, oxu başdan ayağa bir neçə dənə ən az orada ziddiyyət taparsan. Burada belə deyir, burada belə deyir, burada belə deyir, burada belə deyir. Amma Quran-ı Kərimdə elə bir şey yoxdur. Bax, Quran-ı Kərimdə ziddiyyətin olmamasını Allah Azza və Cəllə onu özü tərəfindən nazil edilməsinə dəlil olaraq gətirir. Fikir ver. Bəli. Deyir ki, məgər onlar Quranı tədəbbür etmirlər? Əgər Quran Allahdan başqası tərəfindən olsaydı, onda çoxlu ixtilaf tapardılar. Deməli, sənin Quranda ixtilaf tapmamağın tədəbbür elə də, yəni tədəbbür elə ki, heç bir ixtilaf yoxdur. Deməli, bu onun Allah tərəfindən olmasına dəlildir. Və bu sənin imanını artırır. Görsən, nəyə gətirir? Təfəkkür elə, tədəbbür elə, araşdır, oxu. Bir dənə ziddiyyət tap. Tapanmazsan. Düşün də bəs. Ziddiyyət yoxdursa, deməli bu yaradan tərəfindən göndərilib. Bəs digər alimlər, digər fiziklər olsun, nə bilim, kim istəyir olsun, ya oxu olan kitablarını. 500 il qabaq yazılan kitabları oxu, bugün hamısının yarısını atıblar çöpə. Çünki artıq yeni alim çıxıb, başqası çıxıb deyir ki, filan alim düzdür, bunu düz demişdi, bunu səhv demişdi. Bunu düz demişdi, bunu səhv demişdi. Bu belədir, belədir. 1000 il qabaq yazılan digər kitablarla Quranı müqayisə elə. 1000 il qabaq yazılan, 1400 il qabaq yazılan kitablarla Quranı müqayisə elə. Quran o gün də haqq idi, hər kəs başa düşən formadaydı, hər kəsə xitab eləyirdi, bugün də hər kəsə xitab eləyir. O gün də orada heç kim bir ziddiyyət tapmamışdı, batil bir söz tapmamışdı, yalan tapmamışdı, bugün də tapır. Amma 1400 il qabaq yazılan hansı alimin istəyir, fizik olsun, coğrafiya olsun, astronomiya olsun, nə, kim istəyir olsun yazdığı kitabı başından axırına oxu, yarısını, bəlkə də yarısından çoxunu, hətta bəziləri bəlkə hamısını deyərsən ki, bu o dövrdə insanlar belə fikirləşirdi. Amma doğru deyildi. Düzdür? Səhv düşünür. İctihad eləyib, alim də dünya məsələlərdə baxıb belə fikirləşib, səhv eləyib, xəta eləyib. Düz dedikləri var, amma xətaları çoxdur. Düzdürmü? Amma Quran-ı Kərimdə var belə bir şey? Yoxdur. Və bu sadəcə bax bu ayə Nisa surəsi 82-ci ayə. Sadəcə bu Nisa surəsi 82-ci ayə Quranın Allah qatından endirildiyinə və sənin ona imanına kifayət. Bir dənə bunu fikirləş. Bir də digər məsələləri fikirləş, digər kitab. Hamısı deyək ki, Muhammed sallallahu əleyhi və səlləm demirlər, Muhammed sallallahu əleyhi və səlləm özündən yazıb. Qardaş, tək Muhammed sallallahu əleyhi və səlləm idi, kitab yazan həmin vaxtı. Demirsən yazıb, tək Muhammed sallallahu əleyhi və səlləm idi. O boyda orada Roma imperiyası var idi. Onlar fəlsəfəçilər, nələr, şairlər, elə ərəblərin özlərinin içində şairlər, farslar var idi. Onların nə qədər şairləri, elmi, bilgili adamları, hamısı nələrsə yazırdı. Hanı bugün onlar? Hanı? Niyə onları bugün kitabxanalarda, qoyub universitetlərdə, institutlarda 1500 il qabaqki Romada və s. yazılan kitabları indi niyə keçmirlər? Niyə Fars imperiyasında, Kisrada yazılan kitabları indi niyə keçmirlər universitetlərdə? Niyə? Çünki onların olduğu kimi ondan faydalana bilərlər. Həmən dövrki alimlərin yazılarından faydalana bilərlər bir hissəsindən və onu təkmilləşdirib bugünümüzdəki yeni texnologiyalarla və s. elmlə daha da kamilləşdirə bilərlər. Amma xətaları aradan çıxartmaq şərti ilə olduğu kimi o zamanki kitabları gətirib bugün məktəblərdə, universitet tələbələri və s. oxusa uşaqlar gülərlər. Deyirlər, bu nədir? Bu nədir deyərlər. Amma Quran, gətir Quranı, kimə istəyirsən ver bir dənə həkimə.
Həkim oradan faydalar çıxaracaq. Ziddiyyət tap. Məsələ odur ki, fayda çıxartmaq yenə bir ağıl işidir. Ziddiyyət tapmayasıdır. Ver bir dənə fizikə. Ziddiyyət tapmayacaq. Ver bir dənə astronomiya elmi ilə məşğul olan bir adama. Ver bir dənə nə bilim kimə istəyirsə mühəndisə. Ver bir dənə nə bilim riyaziyyatçıya. Hamısı özünə aid şeylər tapır oradan. Amma 1500 il qabaq yazılmış o Romada yazılmış hər hansı bir kitabı gətir bugün bir dənə fizikə ver, fizik orada səhvlər tapacaq. Bir riyaziyyatçıya ver, riyaziyyatçı səhvlər tapacaq. Bir həkimə ver, həkim səhvlər tapacaq. Düzdür qardaş? Bax burada deyəndə ki, əfələ yətədəbbərunəl Qur'an və ləv kənə min indi qeyrillahi ləvəcədu fih ixtilafən kətira. Əgər o Allah qatından olmasaydı, onda çoxlu ixtilaflar tapardılar, ziddiyyatlar tapardılar. Bu deməkdir, qardaşlar. Mən onu demək istəyirəm ki, bax bu budur. Get başqa kitablara bax. Hamısında ixtilaf var, hamısında ziddiyyat var. Niyə görə deyirik ki, bəşər əməyidir, xəta olacaq. İnsan əməyidir, xəta ləbuddur. Hətta kitabları yazanda axırda deyirlər ki, biraz təvazökar insanlar xəta varsa məndəndir. Düzdür? Yəni, və yaxud da səhvləri görsəz, e-mail yazır orada altda ki, gördüyünüz səhvləri, xətaları bizə bildirin, düzəldək. Düzdür? Varmı Qurana qarşı belə bir iddia eləyən? Yoxdur. Olmayıb, olmayacaq da. Ancaq qara yaxma ola bilər. Amma gerçək bir şəkildə otursun, elmi bir şəkildə və s. Bunu sübut elə. Haqla Quranda bir ziddiyyət tapa bilməz. Bax, burada nəyə çağırdı Allah Azə və Cəllə bizi? Quranı tədəbbürə, düzdür? Quranı Allah Azə və Cəllə tədəbbür etməyə əmr etdiyi halda biz tədəbbür edə bilmirik. Bax, Allah Azə və Cəllə Muhammed surası 24-cü ayədə buyurur. Əfələ yətədəbbərunəl Qur'anə əm alə qulubin əqfəluhə. Məgər siz Quranı tədəbbür etmirsiniz? Yoxsa qəlblərdə qıfıllar var? Yoxsa qəlblər qıfıllıdır? Yəni, qəlbləriniz qıfıllıdırmı? Tədəbbür eləyə bilmirsənsə problemdir. Qəlbin qıfıllıdır. O sələflər ona görə ağlayırdılar. Onlar Quranın hər bir mənalarını başa düşürdülər. Gəlib hər hansı bir xırda bir yerində ilişəndə, xırda bir məsələ tam anlaya bilməyəndə oturub ağlayırdılar. Bundan qorxurdular. Məgər mənim qəlbim qıfıllıdır ki, mən bunu başa düşmürəm. Mən dərk eləyə bilmirəm. Niyə mən bunu anlayamıram? Ağlayırdı, oxuyurdu, araşdırdı. Sonra əlhəmdülillah tapırdılar haqqı, başa düşürdülər. Sonra rahatlaşırdılar. Amma ilkin vaxtda onu başa düşməyəndə qorxu düşürdü qəlblərinə ki, mənim qəlbim bəlkə qıfıllıdır. Bax gör Allah Azə və Cəllə nə buyurur? Qad kənət əyəti tutla aleykum fəkuntum alə əqabikum tənkisun mustakbirinə bihi səmiran təhcurun əfələm yəddəbbərul qavl. Ayələrim sizə oxunurdu. Siz isə arxanızı çevirirdiniz. Həm də təkəbbürlük edir, gecələr pis sözlər danışırdınız. Bir burada deyil, nəyə görə təkəbbürlük edirdilər onlar müşriklər? Ki biz Kəbənin əhliyik. Kəbənin əhliyik deyib Qurana qarşı çıxırdılar. Quranı təkəbbürlüyüb arxa çevirirdilər. Və gecələr Kəbənin ətrafında toplanıb Quran haqqında pis sözlər deyirdilər. Məgər bu kafirlər bu söz haqqında düşünmürlərmi? Yəni Quran haqqında. Məsələn, söz deyir. Allahın sözü. Allahın sözüdür. Allahın sözü haqqında yəni düşünmürlər, elə üstdən keçib məsxərəyə qoyurlar. Bir osur qarşılığa qoy, dərindən təfəkkür ilə düşün də. Bu da Müminin surəsi 66-cı, 68-ci ayələrdir, qardaşlar. 3 ayə. Yəni, kim Quranı tədəbbür eləyərsə, təfəkkür eləyərsə, arxa çevirməzsə, bu onun üçün azğınlıqdan qurtuluş olar. Azğınlıqdan qurtuluş olar, qardaşlar. Salamatlıq olar. Əminamanlıq olar. Vallahi, bütün şərlərdən qorunar. Və eləcə də Quranda şəfa da var. Quranda şəfa məsələsi də belədir, qardaşlar. Şəfanın məsələsi də deyir bu cürdür. Allah Azə və Cəllə buyurur ki, Quran haqqında وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ. Quran sinələrdə olanlara şəfadır. Sinədə nə var? Qəlb. Yunus surəsi 57-ci ayə. Və həmçinin Allah Azə və Cəllə buyurur ki, وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ
"Mâ huve şifâun ve rahmetun lil mu'minîne ve lâ yezîdu'z-zâlimîne illâ hasâra." Biz deyir Quranda möminlər üçün rəhmət və şəfa indirdik. Zalimlara gəldikdə isə bu onların ancaq ziyanını artırar, zərərini artırar. Deməli Quranda şifa var, amma bu kimin üçündür? Möminlər üçündür. İnşallah bununla kifayətlənək. Allahın izni ilə yenə davam eləyərik. Subhanəkəllahumma və bihamdik, əşhədü en la ilahe illə ent, əstəğfiruke və etûbu ileyk.